Siz də hər şeyi yeyib arıqlamaq istəyirsiniz? Buyurun danışın. Əlbəttə ki, hər şeyi yeyib arıqlamaq mümkündür, amma necə? Əlbəttə sən gündəlik 2000 kalori qəbul eləməli olduğun halda bunu 1600-ə salsan, sən bir müddət arıqlayacaqsan. Əgər kaloriləri sağlam olmayan qidalardan, misal üçün aşırı şəkər, yəni glukoza və fruktoza ehtiva edən qidalardan qəbul eləyirsənsə, səndə bir müddət arıqlama gedəcək. Amma arxa planda səndə insulin və leptin dirənci normallaşmadığından dolayı sən pəhrizi saxlayıb normal həyata keçəndən sonra aşırı çəki ala bilərsən. 5 kilo itirmisənsə 8, 8 itirmisən 13 və yaxud nə isə. Ona görə də dostlar, birinci həmişə pəhrizdən əvvəl fokuslanın sağlam qidalanmağa, ardınca onsuz da sağlam insanın çəkisini verməyi və çəki almağı öz əlindədir. Hər şey yeyib arıqlamaq isə